adını deyir. İndi isə bir bağlantımız olacaq. Əlbəttə ki, biz az öncə azad olmuş ərazilərdən danışdıq. Dedik ki, oralara həyat qayıdıb və böyük qayıdış proqramının icrası fəal formada da davam edir. Artıq minlərlə insan yurd yuvasına qayıdır. Biz də elə bu istiqamətdə danışacağıq və bugün də ənənəvi olaraq bilirsiniz ki, növbəti köç prosesi reallaşıb. Laçın rayonunun Bəylik kəndinə bu istiqamətdə isə Pərvin Piriyev bizi məlumatlandıracaq. Pərvin, hər vaxtın xeyir olsun. Salam Çinarə, bəli, sən də vurğuladığın kimi səhər saatlarında artıq işğaldan azad olunmuş əraziyə Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb. Ümumilikdə isə bu köç müddətində, daha doğrusu 41 ailə 163 nəfər həmin köç prosesində iştirak edib və bu isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq böyük qayıdış çərçivəsində reallaşdırılır. İstəyərdim ki, daha detallı məlumatları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bizim suallarımızı cavablandırsın. Fuad bəy, salam. İlk mərhələdə həm bugünkü köçlə bağlı, eyni zamanda ümumilikdə köç prosesi ilə bağlı son informasiyaları diqqətimizə çatdırın. Təşəkkür edirəm. Böyük fəxarətlə qeyd edə bilərik ki, böyük qayıdışımızın coğrafi arealı günü-gündən genişlənir və artıq işğaldan azad edilmiş ərazilərimizin 15-ci yaşayış məntəqəsi olan Laçın rayonunun Bəylik kəndinə keçmiş məcburi köçkün soydaşlarımızın köçü başlayıb, qayıdışı başlayıb. Laçın rayonunun Bəylik kəndi möhtərəm cənab prezidentimizin iştirakı ilə may ayının 27-sində ölkəmizə müstəqillik günü ərəfəsində açılış mərasimi olmuş və möhtərəm cənab prezidentimiz tərəfindən oraya köçən ilk qayıdan əhaliyə evlərinin açarları təqdim edilmişdir. Onu da qeyd etmək istərdim ki, Bəylik kəndi 90 ailə 360 nəfər keçmiş məcburi köçkün soydaşımız üçün nəzərdə tutulub və ölkəmizin ali rəhbərliyinin tapşırığına Böyük Qayıdışlar 1-ci dövlət proqramı çərçivəsində inşa edilib. Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə yenidən qurulan, yenidən inşa edilən bu kənd ən müasir standartlara cavab verəcək tərzdə qurulub, bütün zəruri sosial infrastrukturu ilə təchiz edilib və həmçinin həm evlərin, sosial obyektlərin işıqlandırılması üçün yaşıl enerjidən istifadə edilir, binaların damında günəş panelləri quraşdırılır, həmçinin geriyə qayıdan əhalinin məşğulluq məsələləri ilə bağlı həm iqtisadi, sosial, məişət yönümlü müəssisələr yaradılıb və bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində müvafiq aidiyyəti dövlət qurumlarının iştirakı ilə, Dövlət Komitəsi yanında İctimai Şura, media nümayəndələrin iştirakı ilə Bəylik kəndinə köçəcək əhalinin mənzillərinə, evlərinə, ev bölgüsünə dair püşkatma mərasimi keçirilmiş, tam şəffaf, tam obyektiv şəkildə və arzu edirik ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız böyük qayıdışın sevincini yaşasın. Onu da qeyd etmək istədim ki, bugünədək artıq Böyük Qayıdışlar 1-ci dövlət proqramı çərçivəsində 3700-ə yaxın ailə, 14690 nəfər keçmiş məcburi köçkün soydaşımızın qayıdışı və dayanıqlı məskunlaşdırılması təmin edilmişdir. Təşəkkür edirəm Fuad bəy. Beləkçi Nahirə bizim müsahibimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov idi və o bugünkü köç eyni zamanda ümumi köç prosesi ilə bağlı bizə son informasiyaları diqqətimizə çatdırdı. Belə hələ ki, mənim sənə ötürəcəyim informasiyalar bu qədərdir. Sözü yenidən xəbər mərkəzinə ötürürəm. Çinarə. Təşəkkürümü bildirirəm Pərvin, məlumatları bizə ötürdüyün üçün. Bəli, yeni çıxan bir xəbərlə istəyərdim ki, verilişi davam etdirək.